Yavasin nəslində olan Qara xan hökmdarın taxtına oturur. Tezliklə onun ağıllı və şahlıq taxtına layiq bir oğul dünyaya gəlir. Uşaq bir ildən sonra dil açıb danışmağa başlayır. Mən şad çadırından doğulduğum üçün adımı Oğuz qoymaq lazımdır deyir. Tarixin görkəmli şəxsiyyətlərindən biri də Saçoğlu Yusif idi. Saçoğlu Yusif barədə məlumatlar azdır. Saçoğlu Yusif 884-cü ildə İslam dünyasının müqəddəsi şəhəri olan Məçninin valisi vəzifəsində çalışırdı. Qardaşı Saçoğlu Məhəmmədin hakimiyyəti Azərbaycanda gələn Yusif Saçoğlu olan valisi oldu. 1996-cı ildə qardaşların güclənməsindən istifadə edən xəlifə Saçoğlu Yusif Samirə şəhərindəki türk qüvvələrinə üsyanı yaranmaq üçün Bağda dəvət etdi. Lakin sandığı Yusif öz soyuna qarşı müqavimətinə imtina etdi və qardaşlarının ölümlərini sonra 901-ci ildə Azərbaycan hökmdarı oldu. Yusif Saçoğlu Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olub. O, Sacilər dövlətinin ən məşhur hökmdarı olmuş və Azərbaycanı vahid dövlətdə birləşdirən ilk hökmdarı kimi tanınır. Yusif Saçoğlu müstəqillik yolunda çox işlər görüb. O, xəlifəyə tabe olmaq istəmirdi və hər il xilafətə göndərilən xərracı dayandırdı. Güclü ordu yaratdı. Bu ordu qonşu əraziləri özünə tabe etməyə imkan verdi. Ən başlıcası Yusif özünün adından pul kəsdirməyə başladı. Beləliklə, Yusif Saçoğlu tarixi Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirən ilk hökmdar oldu. Xəlifə Yusifin güclənməsindən və müstəqil olmasından qorxuya düşdü. O, böyük qoşun topladı. Baş verən qanlı döyüş Azərbaycan hökmdarının qələbəsi ilə başa çatdı. Yusif xəlifədən Azərbaycan və qonşu ərazilər üzərindəki hakimiyyətinin tanınmasını tələb etdi. O, Azərbaycan kimi zəngin ərazinin itirilməsi ilə barışmaq istəmirdi. Artıq Yusif qocalmışdı. Bu zaman xilafətin ərazisində xəlifəyə qarşı üsyan baş verdi. Ümumi vəziyyətə düşən xəlifə Yusifdən kömək istədi. Xəlifənin köməyinə tələsən Azərbaycan hökmdarı gecə döyüşündə məğlub olub əsir düşdü. Yusif əsir götürənlər xəlifədən onun azad olunması üçün pul istədilər. İstənilən pul gecikdiyi üçün üsyan rəhbərləri Yusifi edam etdilər. Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdirən şəxsiyyətin ömrü başa çatdı. Yusif Saçoğludan sonra hakimiyyətə gələn varisləri onun siyasətini davam etdirə bilmədilər. Daxili çəkişmələr dövləti zəiflətdi. Nəticədə Saçoğluları dövləti süqut etdi. Salam, bugün sizə tarixçilər qrupu Yusif Saçoğlu haqqında sizə informasiya verəcək. Xoş izləmələr. Yusif Saçoğlu 1884-cü ildə İslam dünyasının müqəddəs şəhəri olan Məkkənin valisi vəzifəsində çalışırdı. Qardaşı Saçoğlu Məmmədin hakimiyyəti dövründə Azərbaycana gələn Saçoğlu Yusif onun valisi elan olundu. 1896-cı ildə qardaşlarının güclənməsindən istifadə edən xəlifə Saçoğlu Yusifi Samirə şəhərdəki türk qvardiyasının üsyanını
yatırmaq üçün Bağdada dəvət etdi. Lakin Sacıoğlu Yusif öz soydaşlarına qarşı vuruşmaqdan imtina etdi və qardaşının ölümündən sonra 1901-ci ildə Azərbaycanın hökmdarı oldu. O 1907-ci ildə xilafətə vergi verməkdən imtina etdi. Onun fərmanını cəmaətin ayaqları altına aldı. 1908-ci ilin əvvəllərində Niğ döyüşünün Sacıoğlu Yusif Cənubi Qafqaz xristianlara kömək gəlmiş, Bizans imperatorunun qüvvələrini darmadağın etdi. 1917-ci ildə Sacıoğlu Yusif 7 minlik ordu xəlifənin göndərdiyi 20 minlik ordusunu darmadağın etdi. Bu orduya başçılıq edən Xan əl-Müftilhi Bağdada qaçdı. Sacıoğlu Yusif xilafət ordusunu əsir tutulan sərkərdəni Rey şəhərinə apararaq orada onlara xalq qarşısında rüsvay etdi. 896-cı ildə qardaşlarının güclənməsindən istifadə edən xəlifə Sacıoğlu Yusifi Samira şəhərindəki türk qvardiyasının üsyanını yatırtmaq üçün Bağdada dəvət etdi. Lakin Sacıoğlu Yusif öz soydaşlarına qarşı vuruşmaqdan imtina etdi və qardaşının ölümündən sonra 901-ci ildə Azərbaycanın hökmdarı oldu. Yusif Sacıoğlu 884-cü ildə İslam dünyasının müqəddəs şəhəri olan Məkkənin valisi vəzifəsində çalışırdı. Qardaşı Sacıoğlu Məhəmmədin hakimiyyəti dövründə Azərbaycana gələn Sacıoğlu Yusif onun varisi elan oldu. 896-cı ildə qardaşların güclənməsindən istifadə edən xəlifə Sacıoğlu Yusifi Samira şəhərindəki türk qvardiyasının üsyanını yatırtmaq üçün Bağdada dəvət etdi. Lakin Sacıoğlu Yusif öz soydaşlarına qarşı vuruşmaqdan imtina etdi. Oğuzlar haqqında rəvayət, əfsanə və dastanların toplandığı əsərlər Oğuzların adı ilə məşhurdur. Belə dastanlar birinə deyilir ki, Oğuz türkləri Nuh peyğəmbəri olub. Türk adı olsa soyundan törənmişdir. Yafəsin nəslindən olan Qaraxan hökmdarı taxtına oturur. Tezliklə onun ağıllı və şahlıq taxtına layiq bir oğul dünyaya gəlir. Uşaq bir ildən sonra dil açıb danışmağa başlayır. Mən şah çadırında doğuldum. Üçün adını Oğuz qoymaq lazımdır, deyir. Azərbaycan qədim dövrlərindən türk yurdu olmuşdu. Müxtəlif türk boyları zaman-zaman buraya axınlar etmiş, tədricən burada yaşayan əhaliyə qaynayıb qarışmışdır. Azərbaycanda məskunlaşan bu türk boyları içərisindən Oğuzlar xüsusilə fərqləndirilir. Yusif Sacıoğlu Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olub. O, Sacilər dövlətinin ən məşhur hökmdarı olmuş və Azərbaycanı vahid dövlətdə birləşdirən ilk hökmdar kimi tanınır. Yusif Sacıoğlu müstəqillik yolunda çox işlər görüb. O, xəlifəyə tabe olmaq istəmirdi və hər il xilafətə göndərilən xəracı dayandırdı. Güclü ordu yaratdı. Bu ordu qonşu əraziləri özünə tabe etməyə imkan verdi. Ən başlıcası Yusif özünün adında pul kəsdirməyə başladı. Sacıoğulları dövlətindən bir qədər əvvəl Kürd çayında şimalda yerləşən Şirvanşahlar dövlətini də Yusif özünə tabe etdi. Ərəblərin qapılar qapısı adlandırdığı Dərbəndi də tutdu. Yusif yaxşı təhsil almışdır.
ədəbiyyatı çox sevilmiş, gözəl nitq qabiliyyəti var. Döyüş meydanında cəsarətli, qorxmaz idi, səbirli insan idi. Yusif Sağcoğlunun diplomatik bacarıqları var idi. O, əsir götürdüyü ərəb sərkərdəsi ilə yaxşı rəftar edirdi. Bu davranışına görə düşmənləri belə ona hörmətlə rəftar edirdilər. Xəlifə Yusifin güclənməsindən qorxuya düşüb ona hücum edir, lakin məğlub olur. Yusif ilk qələbəsini qazanır. İkinci dəfə daha güclü ordu ilə hücuma keçir. Yusif bu dəfə məğlub olub əsir düşür. Üsyanlar səbəbindən onu azad buraxırlar. Üsyanlar yatırılır, ölkədə sabitlik yaradır və dövlətdə iqtisadi inkişaf baş verir. Xilafətin ərazisində üsyan başlayır. Xəlifə Yusifdən kömək istədi. O köməyə tələsəndə əsir düşür. Onu əsir götürənlər xəlifədən onun azad olması üçün pul tələb edirlər. Pul gecikdirdiklərindən Yusifi edam edirlər. Beləliklə Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdirən şəxsiyyətin ömrü sona çatır. Mənim adım Rüfət Həsənov. Mən Səlcuqlar və Azərbaycan haqqında danışacağam. Azərbaycan qədim dövrdə türk yurdu olmuşdur və müxtəlif türk boyları zaman-zaman buraya axın etmiş və burada yaşayan əhaliyə qaynayıb qarışmışdır. Azərbaycanın da məskunlaşmış türk boyları içərisində Oğuzlar da xüsusi fərqlənir. Oğuzlar haqqında rəvayət, əfsanə və dastanların toplandığı əsərlər Oğuznamələr adı ilə məşhurdur və dastanların birində deyilir ki, Oğuz türkləri Nuh peyğəmbərin oğlu Yafəsin türk adı Olcay soyundan törənmişdir. Yafəsin nəslindən olan Qaraxan hökmdarı taxtına oturur və tezliklə onun ağlı və şahlıq taxtına layiq olan bir oğlu doğulur, dünyaya gəlir. Uşaq bir ildən sonra dil açır, danışmağa başlayır. O deyir, mən şah çadırından böyüdüyüm üçün, doğulduğum üçün mənim adım Oğuz olmalıdır, deyir. Oğuz uşaqlığında və böyümə çağında yetkin oluncaya qədər daim Tanrını anıb, onu şükür edirdi. Oğuz hər cür bacarığa malik idi. O sərbəst ox atmağı bacarırdı, nizə tullamağı və bilgi sahəsində aləmə örnək oldu. Sağ olun, salamat olun. Səlcuqlar və Azərbaycan. Azərbaycanın ilk dövlətlərindən biri türk yurdu idi. Müxtəlif boylarda insanlar Azərbaycan dövlətinə axın etdilər. Və burada yaşayan insanlarla qaynıb qarışdılar. Bunu bilmək maraqlıdır. Nuh peyğəmbərin oğlu Yasəfin türk adı ilə gedirdi. Olcan adı ilə gedirdi. Məsələn, onların bizim çoxlu dastanlarımız var idi. Məsələn, hekayələr, dastanlar, bunlar hamısı Oğuznamələr adı ilə gedirdi. Yafəsin dövlətinin Qaraxan padişahı var idi və o
taxtına layiq bir insan istəyirlər və dünyaya bir dənə oğlan övlad gəldi və oğlan övladı dünyaya gəldi. Bunun adı o bir ildən sonra dil açıb danışdı. Mən padişah çadırında doğulmuşam. Ona görə də mənim adıma Oğuz qoymaq lazımdır deyə dedi. Oğuz çox yetenəkli. Oğuz yeni yetmə yaşına gəlmək istəyirdi. Ona görə Tanrıya çoxlu dualar edirdi. Oğuz özü də çox bacarıqlı uşaq idi. O çox ox ata bilirdi. Sonra nizə tullamaq, qılınc çalmaq və bilgilə sahəsində ailəni örnək edirdi. Oğuzlarda 24 boylular olurdu. Və hər boyun öz nişanı və damğası var idi. Və insanlar hər damğanı bütün xalça və daşlardan, damğalardan istifadə etdilər.